Salam əzizlərim, bugün mətbəximdə sevilən ən dadlı şorlu göy qutabını hazırlayıram. Əvvəlcə xəmiri yoğurmaqla başlayıram. Xəmir nə çox bərk, nə də çox yumuşaq olmalıdır. Tam yerində elastik və hamar olana qədər yoğururam. Sonra xəmiri bərabər hissələrə bölürəm və hər birini səliqəli şəkildə kündələyirəm. Kündələri biraz dincəlməyə qoyuram ki, daha rahat yayılsın. Bu arada içliyimi hazırlayıram. Təzə-təzə doğranmış göyərtiləri şorla qarışdırıram. Ətri bütün mətbəxi bürüyür. İçərisinə çox xırda doğranmış soğan əlavə edirəm. Soğan o qədər xırda doğranır ki, yeyəndə hiss olunmur. Amma dadına xüsusi bir şirinlik və ləzzət qatır. Əgər mövsümüdürsə, nar dənələri əlavə edirəm. Nar qutaba həm gözəl rəng verir, həm də xoş turşməzə dad qatır. Nar olmayanda isə biraz turş əlavə edirəm. Nəticə yenə möhtəşəm olur. İndi isə kündələri bir-bir nazik formada yayıram. Hazırladığım göyərtiləri şorlu içliyi xəmirin bir tərəfinə yerləşdirirəm. Digər tərəfi ilə örtüb yarpaq kimi bükürəm. Kənarlarını səliqəli şəkildə kəsirəm ki, həm görünüşü gözəl olsun, həm də bişərkən açılmasın. Qızdırılmış sazın üzərinə yerləşdirirəm. Hər iki tərəfi gözəl qızarana qədər bişirirəm. Sazda bişən qutabın o xüsusi qoxusu var ki, adam səbirsizliklə gözləyir. Bişən kimi üzərinə azca yağ çəkirəm. İsti-isti, yumuşaq, nazik və ətirli şorlu göy qutabımız hazır olur. Bir tikə götürəndə həm göyərtinin ətri, həm şorun ləzzəti, həm də o turşməzə dad bir-birinə qarışır. Sadəcə möhtəşəm.